Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in ve la'netullah ala a'daihim ecma'in. Minel an ila kıyam yevmiddin. Amin ya rabbel alemin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ugdeten min lisani yefkahu kavli. Kovulmuş şeytanın şerrinden Allah'a sığınıram. Rahman, Rahim olan Allah'ın adıyla. Allah'ın salam ve salavat olsun Peygamber ve onun pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi kanaldan izleyen değerli həmvətənlərimiz, hər birinizi xoş gördük. Quran elmləri dərsində 442-ci dərs. Bugün 23 fevral 2026-cı il, orucuq ayının 5-i. Kitabda səhifə 181. Asan dərs idi. Danışıq qiraətlər barəsində. Sonra dedik ki, İbn Mücahid böyük təşəbbüs göstərdi və qiraətlər içərisində yalnız 7-sini qəbul elədi. Bu 7 nəfərin elmi xüsusiyyətləri barəsində biz o biri kitabda oxumuşduq. Demişik ki, bunların elmi dərəcəsi yüksək olduğu üçün bunlar seçilib. Və hər bir şəhərdən bir nəfər seçildiyi halda İbn Mücahid Küfə şəhərindən 3 nəfər seçir. Deyəcək nə üçündür? Bugün oxuyacaq. Qalmışıq söz yox ki sözündə. Söz yox ki, qiraətlər barədə iştihad qapısının bağlanması istiqamətində İbn Mücahidin atdığı addım onun müasirləri olan bir dəstə alimin etirazına səbəb oldu. Demiş ki, bu adam alim olub və dövlətlə yaxşı hökumət baxışları ilə bunun yaxşı olan münasibəti, bu da bundan yaxşı mənada istifadə edir. O bazarın qapısını bağlayır. Bəziləri bunun adını qoymuşlar iştihad qapısı. Hələ yerlə duran özdən bir hoqqa çıxadırdı. Bir növ Quran-Kərim oxuyurdu. Bu da bundan yaxşı mənada istifadə elədi və o qapı deyə onun qapısını bağladı iştihadın. Və bunun bağlanmasına etiraz etdilər ki, bəs sən niyə bunun qapısını bağlı qoysan, qoymursan biz burada iştihad eləyək. Bundan qarşı qalxdılar deyə etiraz etdilər ki, bəs sən qoymursan biz bu rəy bildirək. Deyir, rəy bildirməyə imkanı çox idi, amma hərəniz özünə bir hoqqa çıxartdı, hələ bir hoqqa alın Quran-Kərim oxurdu. O görə olmaz. Vəssalam. Amma İbn Mücahidin bu işdə əldə etdiyi uğurun səbəbi kimi 7 qiraətin seçimində onun məharət və zirəngiliyini qeyd etmək olar. Yəni tez təpəndədə vaxtında qarşını alıb və 7 nəfərdən kifayətləndi. Əvvəl limit yox idi, sonra saldı 7-yə. 7-dən oyun olmaz. 7 sayı Osmanlı müshəflərin sayı bir rəvayətə görə ilə düşür üst-üstə. Biz oxumuşuq 5 dənə idi Osmanda. 5 dənə müshəf göndərmiş ki, 5 dənə şəhərə, biri öz yanında qalmış Mədinə şəhərində. Deyib, rivayətlər oxumuşuq da, bəzi rivayətlər əsasən o müshəfin sayı 7 olub. Bu da sanki o 7-ni ona görə əlaqələndirib. Belə bir söz deyirlər. Odur ki, seçim böyük əksəriyyət tərəfindən qəbul edildi. Yəni, neysə insan bir şey təyinləyəndə neysə nəzərə alır ki, bunun nəzərə aldığı şey sabah onu çıxarsın vəziyyətdən. Odur ki, bu seçim böyük əksəriyyət tərəfindən qəbul edildi. İbn Cübeyr, İbn Mücahiddən qabaq Quranın qiraətləri barəsində Səmaniyyə adlı əsər yazmışdı. Lakin bu əsər çox tez zamanda unuduldu. İbn Cəzir deyir ki, kifayət qədər məlumatı olmayanlar deyirlər ki, düzgün qiraətlər yalnız bu 7 qarinin qiraətləridir. 7, baxma ki 7 qiraət, bunların arasında mənim fərq vardır. Bilməyənə dedilər ki, hələ ən doğrusu bunlardır. Peyğəmbərin qeyd etdiyi əhrif-ü səbə ki, dedi bu səhv bir nəzəriyyədir, bu qarilərin qiraətlərindən ibarətdir. Yəni, deyirlər, Peyğəmbər deyib 7 qiraət, 7 hərf, İbn Mücahid də 7 qiraət çıxarıb. Deməli, Peyğəmbər məqsədi 7 qiraət idi. Ki, bu da düzgün fikir deyirlər.
Yəni o İlk-Mücahidin 7 rəqəmdə qoymaqlığından bəzisi belə anlayırdılar. Hətta məlumatsız olanlar bir çox şəxslər belə güman etmişlər ki, düzgün qiraətlər şatibiyyə və təsirdə mövcud olan qiraətlərdir. Burada altda qeyd edilir, deməli, İbn Əmrin, bunlar əsərlərdir. Əsərlərdirlər ki, 7 qiraətdən məqsəd o kitabda qeyd olunur ki, hansılardır o kitablarda. Təsirlə şatibiyyə əsərdir, kitab adlardır. Bəli. Və bu qiraətlər Peyğəmbərin həmin məşhur hədisində işarə etdiyi qiraətlərdir. 7 hərf, 7 qiraət. Bunlar bunu anlayırlar. Hətta bəziləri bu iki kitabda yer almayan qiraətləri şaz nə idi? Nadir, məşhur olmayan, doğru olmayan qiraətlər hesab etmişlər. O ki, o birisi qiraətlər vardı, baxırlar ki, bu 7 qiraətin içərisində yoxdursa, 7-sinin içərisində yoxdursa, deməli o düzgün deyil, deyə qeyd olunmayıb. Onlar 7 qaridən qeyri-qarilərin qiraətlərini şaz etmişlər ki, bunlar şazdır, məqbul deyil. Halbuki o kitabda qeyd edilməyən və 7 qaridən də nəql edilməyən qiraətlər var idi ki, onların qiraətindən daha düzgün idi. Çox maraqlıdır ki, məşhur olmayan, hətta 7 qiraətin içərisində olmayan qiraət növləri var idi ki, bu 7-sindən daha düzgün idi. Əgər elə idisə, bəs İbn-Mücahid necə bəs ora daxilləməyib, əgər doğru idisə. Cəmaatın yanlışlığa salan məsələ bu idi ki, onlar əvvəlcədən əhruf-u səbə hərisini eşitmişlər və sonra 7 qiraət məsələsini eşitdilər. Güman etmişlər ki, bu qiraətlər elə əhruf-u səbədir. 7 hərf, Peyğəmbərin güya hədisi, İlk-Mücahid 7 ilə qiraət etməsi, deməli hələm o eyni şeylərdir. Bu səbəbdən ki, İlk-Mücahid sonra yaşayan alimlər onun Quran qiraətlərini məhz 7 qiraətdə məhdudlaşmasından narazı qalmış, bildirmişlər ki, İlk-Mücahidin bu 7 dənə qiraətdə xülasələşdirilməsini qəbul etmirdilər bəzi alimlər.